5 il bundan qabaq bir yuxu kimi görsənirdi. Adam heç xəyalına gəlmirdi ki, görəsən bu şəhəri biz nə vaxt bərpa edərik, nə vaxt burada bir ab-hava yaranar. Allah cənab prezidentimizi qorusun, dövlətimizin başçısını qorusun. Bu qayıdış prosesi, bu insanlar hansı ki gecə-gündüz burada yorulmadan zəhmət çəkiblər, səy göstəriblər. Bax, bu 5 ilin əməyinin nəticəsidir ki, bugün biz o xəyalı reallaşdırdıq. Bugün artıq inanla, ürəklə deyə bilirik ki, bəli, Ağdam şəhərinə həyat qayıdıb. Çünki hər bir yerdə olduğu kimi şəhərin gözü onun sakinləridir, onun insanlarıdır. Tarixi var, bir dəyəri var və ona görə də bu gün bizim hamımız üçün çox gözəl əlamətlər. Prezident hörmətli Mehriban xanım şəhərə səfər etdi. Bir qədər çətin olub ki, mina təmizləmədən başlayaraq bütün o əsas bir il ərzində bir il çəkdi Ağdam şəhərinə işığı verində bir dəhliz açdı. O dəhlizi qarış-qarış, sürünə-sürünə, belə deyək də, əllə açılsın, oradan elektrik xətləri çəkilsin və hamımızı bir daha təbrik edirəm. İnşallah bundan sonrası asan olacaq. Bundan sonra sürətlə Ağdam şəhəri bərpa olacaq. Öz əvvəlki şöhrətini özünə qaytaracaq inşallah. Amin, amin. Allah dövlət başçımızı qorusun. Həmişə onu uca eləsin. Qazilərimizə acil şəfalar versin. Həmişə başlarını dik tutsunlar. Çünki onlar adi adamlar gətirməyiblər. Yenidən inşa olunub, bütün infrastrukturla təmin olunub. Burada 4.6 kilometr 3 qazanxanamız var, 2 transformator məntəqəmiz var. Evlərdə evin temperaturunu tənzimləmək üçün termostatlarla təchiz olunub. Tərəfindən hazırlanıb sinixtiyaza təhvil verilir. Binaların altında böyük bir qaraj var. 1218 Mina Təmizləmə Agentliyinin əməkdaşları ümumi maarifləndirici məlumat verməlidirlər. Göstərilən təhlükələrdir, mərhum düşmanlar tərəfindən atılmış, bastırılmış minalar və döyüş təhlükəsi. Hər bir kəsə paylanacaq. Evdə körpələr var, inşallah qonaq gələcək, xeyir olacaq. Bu gəldikcə hamıya bir-bir göstərilsin. Və göstərilən işarələr var. Qırmızı paya və yaxud da danqe işarəsi və yaxud hansısa bir işarə görüldü, heç bir kəs toxunmasın. Cəld yerdə insanı ki parıldayır və yaxud da necə uşaq bir quruş qaldı. Görər götürüb qaladanlar. Dərhal o qurbana məlumatlar verilsin, xahiş edirəm artıq dərəcədə. Və broşurlarda da məlumatlar verilsin. Çox sağ olun, çox sağ olun. Var olun. Sağ olun, təşəkkür ederim. Quliyev Sərdar Şüküroğlu. Təbrik edirəm, xeyirli uğurlu olsun. Bakın, bu həm də bir xatirə. Özü tərəfindən sizə bu verilir. Bunu ümid edirəm ki, həmçin qoruyasınız, saxlayasınız. Təbrik edirəm, xeyirli uğurlu olsun. Neçəmlər? Buyur, qardaş, bax, bu da sən. Xatirən, açarın üstündə. Gözəl günlər keçir. Sənin neçə yaşın var? Bax, cavanlar da gəlir. Görürsünüz, bu ən gözəl hal budur. Cavanlarımız da gəlir, Ağdama köçür. Xeyirli uğurlu olsun, qardaş. Gözəl günlər keçir. Xeyirli uğurlu olsun. Papaya da salam deyəsən. Onu gözləyirik burada. Xeyirli uğurlu olsun. Xeyirli uğurlu olsun. Gözəl günlər. Maşınların hareketi, adamların hareketi. Harda?
Gedək.